Səyahətimizin 3-cü hissəsində Ölü Dəniz. Bura paraşüt sevərləri cəlb edən bir məkandır. Həmçinin Aralıq dəniz sahilində ən təmiz plyajlar bəlkə də Ölü Dənizlədir dostlar. Ölü Dəniz Fəthiyyədən çıxırıq və birbaş Kaş istiqamətinə gedirik. Dostlar, İtaliya Amalfi dəbi var, amma inanın Amalfi Kaşın yanında heç nədir. Kaşdan yolumuz demir Miraya dostlar. Mira antik bir yerdir. Burada qayalıqlarda məbəd formasında qəbir məkanları var. Antik Likiya dövlətinin əsas şəhəri Miranın amfiteatrına baxaq dostlar. Deməli, bu amfiteatrda siz təsəvvür edin ki, ən az 2000 il əvvəl bu səhnədə tamaşalar göstərilirdi və komediyalar, tragediyalar, bəlkə də tarixdə ilk komediya, tragediya teatrları bu səhnədə göstərilirdi. İnanmıram, burada qanlı göstərişlər olubdur, çünki ətrafda daş oymaları var, aktyorların sifətinə oxşar maskalardır və bu sifətlər gülürlər. Demək ki, burada daha çox komediya tamaşaları qoyulubdur. Amfiteatrın əsas girişini görürsünüz. Solda isə həmin məzarlıqlar, qaya üstü zərdəgənlər üçün hazırlanmış, o dünyada yaşamaq üçün var dövləti ilə hazırlanmış məzarlıqlar. Təbii ki, çox qədimlərdə orada nə var idisə, dəyərli əşyalar var idisə, çoxdan talan ediblər qədim insanlar tərəfindən. Miradan aşağıda Demre şəhərinin bir özəlliyi də burada yerləşən Saint Nicholas, Santa Claus, Müqəddəs Nikolay, nə bilim, Şaxta Baba, Noel Baba, Ded Moroz kilsəsi dostlar. Demre'dən ecazkar bir tur var, o gələn dəfə.